Bir. Sən danış. Nə danışım? Hər şey. Gəlir. Adın nədir? Səssiz qoy görə səs gəlir. Var. Var. Gəlir. Hə, vəsə. Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Sənin neçə yaşın var? 27. 27. Neçə ildir istifadəçisən? 18 yaşımdan. 18 yaşından. Uşağın da var deyəsən. Tən qızım var 3 yaşında. Anam saxlayır. Anan saxlayır. Zərintac, hə? Zərintac, sən necə oldu, düşdün bu yola? Nətər oldu? 18 yaşında oldun, narkomaniyanın qurbanı. Danış ki, qoy bizə baxanlar baxıb sən atdığın səhv addımları atmasınlar. Mənim öz həyat yoldaşım. Necə? Öz həyat yoldaşımla bir yerdə. Yəni qanuni həyat yoldaşın, hə? Ərə getmişdin. Bəli, uşağımın atası. Biraz ucadan danışaq. Uşağımın atası bəli. Haralı idi o? Bakı. Sən bilmirdin narkoman ərə gedirsən. Qaçıtmışdı yoxsa toyla olmuşdu? Bəli, qaçmışdı. Hardadır indi o ərin? Tutub. Həbsdə? Bəli. Çoxdan? 2 il. Hə, 2 ilə kimi bir yerdə idiniz. Nətər oldu? Bax, düz danışdı, amma səmimi danış. İlk təklifi necə oldu sənə Zərintac? Əslində kök idim mən. Bu da məndə kompleks idi. Aha. Arıqlamaq istəyirdim, pati ilə. Nə dedi? Birinci dərman bilirdim. Dərman kimi istifadə edirdim. Sonra bir gün olmadı. Gətirdi ki, bundan da yaxşıdır. O yaxşıdır, bu yaxşıdır. 5 gündən sonra ağrılar üzü. Dərman nə dərman verirdi? Tramal atırdım, patı çəkirdim. Bezmişəm. İnsan da yatmaqdan qorxar. Niyə qorxursan yatmaqdan ki? Durandan sonra nə edəcəm? Allah heç kimə göstərməsin, elə bir bəlada düşdüm. Çıxmaq mümkün deyil. Yaşamırsan ki, dünya ilə bütün bağların qopur. Oğlandan harda tanış olmuşdun? Xalam günü. Xalangil Bakıda qalırdı. Sağdan üstü. Nətər oldu tanış oldun? Kirayə çadırda işləyirdi o. Aha. Qonşuya gəlmişdilər. Orada. Gördü səni. Nömrəmi istədi. Aha. Telefonum yox idi. Əlimdə 3 dənə telefon vardı. Birini verdi mənə. Birinci səfər idi onda telefon işlədirdim. Nə? Birinci səfər idi onda telefon işlədirdim. O vermişdi. Aha. Bir həftədən sonra onu tutdu. Döydü mənə. Anan Sındırdı telefonu. bir həftə ərzində danışırdın oğlanla. Sonra? Nömrəsini bilirdim. Patrikamın telefonu ilə yığırdım, edirdim. Sonra bir həftə sonra anam özü mənə telefon aldı. Çünki deyirdim ki, mahnı qulaq asmağa görə götürmüşəm də. O da mahnıya qulaq asmaq üçün bir dənə telefon aldı, verdi. Patrikamın anasının işlətmədiyi nömrəsi vardı. Onu patrikam verdi mənə. Başladım o nömrə ilə danışmaq və sonra rayona gedirdim. Rayona apardılar. Rayona getmək istəmirdim. Bir gün gəldi, apardılar. Elə həmin gündə qoşuldum Bakıya. Hara apardı səni?
Evləndim. Anası, atası olan evinə, yoxsa belə deyim də, sən məlumatın yox idi ki, bu narkotik istifadəçisidir, eləmi? Heç bildirmirdi də. Birinci səfər bilmirdim də ağrısı, lomkası. Bildim partlamaya düşmüşəm, yata bilmirəm. Doğrudan yata bilmirdim. Fırlanırdım o tərəfə, bu tərəfə. Ayaqlarım ağrıyırmış, sümüklərim ağrıyırmış. Yoldaşım gəlməmişdi. Yıldım ki, partlamaya düşmüşəm, mən yata bilmirəm də. Ayaqlarım bir yerdə dayandıra bilmirəm. Gülə-gülə dedi ki, lomkadasan, gəlin. O tutulandan sonra sənin növbəti yaşayışın, aqibətin necə oldu? Çətinçilik çəkirdim. Heç kimi tanımıram. Aha. Əlim çatmır. Bütün narkotik yığıblar. Amma cibimdə 1300 manat pul qalmışdı. Sənin cibində? O pul hardan idi? Narkotik mi? Aha. Neynədin? Heç nə. Padurqama dedim. O dedi ki, bəs yasamalı gecikən filan kəslə görüşəcəksən, danışacağam. Getdim, gəlmədi həmin günü. Mən də yanmışdım taksofonun yanında. İndiyənə qədər yazdım. Həmin günü 300 manata qədər pulumu atdılar mən. Taksofonla danışırdılar, gördüm ki, mal almaq istəyirlər də. Mən də yaxınlaşıb pul verirdim. Fırladırdılar. Götürürlər, burada deyən gəlirəm. Özləyir alırdım, gecəyə qədər. Axırda bir nəfər çıxdı, aldım. İndi pulu necə qazanırsan? Pulu hardan tapırsan? Malı hardan, necə? Allah göstərməsin, nə sən soruş, nə mən deyim. Oğurluq falan edirsən, yoxsa? Boş verdi onu. Çətin. İnsan orada olanda hər şey məcbur olur. Hər şey. Nə desən ona qadirdir insan. Nə desən eləyər ağrıda olanda, eləmi? Küçə həyatı yaşamısan? Yəni küçələrdə falan qalmısan? Yoldaşım tutulandan sonra olub. Blokda yatırdım. Gecəni. Səhər saat 5-in soyğulaydı. Marşrutu gözləyirdim açılsın. Bir damcı isinim deyə. Çox şiirdim. Ağırdasan indi? Yaşamaq istəyirəm. Atan var, Var. anan da var. Bəs sən niyə demirlər ki, balaca gedək müalicə ol, kömək eləyək sənə? Maraqlanmırlar bir. Maraqlanmırlar? 6 ay olanı atamla anam ayrıldılar. Mənim babam öldü. Yəni babam yaşasaydı belə olmaz. Bir dənə corab nə də alıb verməyib mənə. Atan. Bəlkə indən belə Allah rəhm salar, görsə. Nə bilim.
Valideynlərə nə demək istəyərdin burdan? Əl işləriyəmdə baxsın. Valideynlərin əl işisən elə. Darıxırsan ana-atan üçün Aycə. İnsan var olan biri üçün darıxar da. O bir var ki, həyatımda. Ye, yeməyi ye. Yox, Ye, sənin üçün gəlib, ye. çox sevdi bir dost. Yetmiş elə. Nə vaxt yemirsən yeməyi axı? Bugün yemək yemirsən, hə? Ayaqqabı var əncində. Var. İnsan sevgisiz qalanda, qayğısız qalanda, başlı başına qalanda gətirib axırı buna çıxardı. Travmadır da. Hər narkomanın həyatında bir dənə travma var. Heç kim istəmərəm ki, evladını atsın deyə nəticə verim. Görsünlər də mənə. İnsan da balasını yandırar, atar o da. Oddur da. Sənin meylin olmuşdu vəbşi narkotikə? Belə deyək də, marağında olub? Heç başım çıxmırdı əvvəl. Bilmirdim, mən arıqlamaq üçün elədim. Allandım. İynə yolundan istifadə edirsən də? Bəli. Elə ki onu edirsən, olursan normal insan. Normal insan, məsələn, qrip olar da, biz olmuruq. Xəstələnmirsiniz də, belə deyək. Heç bir xəstə. Heç olmasa yuxu yatıb eləyirsən gün ərzində. Əgər malın varsa, hə. Mal yoxdursa, yox. Yuxuya həsrətik. Günlərlə yatmırıq. İnsanlar başa düşmür ki, niyə yatmır? Narkoman qorxur. Durub neyniyəcək? Gün ərzində mala nə qədər pul verirsən? Olmasa, yəni yuxuya nə şəxs 50 manat lazımdır. Yox. Gün ərzində. Elə vaxt olub 150 manat. Elə bir bataqlıqdır ki, istəsən də çıxa bilmirsən. Bəlkə də əlimdən tutub çıxardan olsa çıxaram. Dünyada insan gəzməkdən, nə bilməyim, iyi biçməkdən də salarda belə şeylərdən. Ümumiyyətlə, indi sən bu narkomanların içindəsən də, belə deyək də, adətən hansı yollarla alladırlar, özlərinə çəkirlər qızları? Nə deyib alladırlar? Bomba kayfı var elə, bir dəfə ilə üçün olmaz. Elə arıqlayacaqsan. Elə, insanlar belə çəkirlər ən çox. Ən çox da üzr istəyirəm, pastil. Uşağın üçün darıxıb eləyirsən heç? Heç yığa bilmirəm. Danışa bilmirəm. Niyə? Pul lazım olur. Yalan kimi deyirəm, pul istəyəcək, yardan tapım. Neçə vaxt danışmırsan uşağınla? 3 yaşı var da. 1 ilə yaxın düşün. 1 il deyil, amma yaxın. Görməmisən heç. 1 ildir. Ağrıyıram. Ağrıysan? Nə vaxt eləmirsən axırıncı dəfə? Dünən. Dünəndən bəri eləmirsən? Harda? Hı? Harda? Bura Azad Həyat Reabilitasiya Mərkəzidir. Bizim mərkəzdə narkomaniya,
alkoqolizm, qumar asılılığı və digər asılılıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayığam. Mən də 35 ildir əziyyət çəkirdim. Bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. 23 yıl uyuşturucuda istifadem olup hani Azat Hayat'ta gördüm ki gerçekten de sağalma var. Bu gördüyünüz nəticəmiz 100%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Azərbaycanda ilk keçmiş adı bərpa, indiki Azad Yaşayış Özəl Psixiatrik Klinikası haqqında məlumat vermək istəyirəm. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.